Qoğalın xəmirini hər kəs fərqli-fərqli hazırlayır. Südlə hazırlayan var, yağla hazırlayırlar. Mən isə çox sadə, dədə-baba qaydası ilə hazırlayıram. 1 kiloqram una, 1 çay qaşığı duz, 1 çay qaşığı maya, 1 yumurta və çay qaşığının ucunda sarı kök əlavə edirəm. Və ilıq su ilə xəmiri yoğururam. İndi bir-bir ərzaqları una əlavə edirik. Mənim burada 2 kiloqram unum var. 2 kiloqramdan qoğal hazırlayıram. Və 2 çay qaşığı mayanı, 2 çay qaşığı duzu, sarı kökü az bir miqdarda rəngi dəyişsin deyə və 2 ədəd yumurtanı Hə qızım, xəmir. Mənə də soya verərsən. Yaxşı verərəm. Və 2 yumurtanı çalıb əlavə edirəm. İlıq su ilə xəmiri yoğururam. Üzərinə bir dəsmal atıb saat yarım 2 saat acıdırıq. Yəni xəmir mayalanmalıdır. Xəmirdən kündələr tuturuq. Xəmirin hamısını kündələyirik. Təqribən 16-18 ədəd kündə çıxır. Və bunları bir qaba yığırıq, üstünü örtürük. İstəyirə qoymaq olmaz, çünki acıyıb gedəcəklər. Ona görə də sərin yerdə saxlayırıq. Demək, mənim indi 16 dənə kündəm çıxdı. Bunları 8-8 yayıb yağlayacağam. Xəmiri nazik yayırıq. Gördüyünüz kimi nazik yayırıq. Və hamısını tam 8 yayma yaydıqdan sonra yağı əridirik. Çox da qaynatmaq lazım deyil. Gördüyünüz kimi içərisində hələ yağı var. Kərə yağıdır. 1 çay qaşığı sarı kök əlavə eləmişəm. Başqa yağlardan da istifadə edə bilərsiniz. Bitki, kərə yağı qarışıqlı spiretlər var. Onlardan istifadə edə bilərsiniz və yaxud margarinlə. Təbii ki, yağ sizin öz seçiminizə bağlıdır. Və yaxud da ki, əgər xatırlayanlar varsa, əvvəllər həyətlərdə sarı əklərdi, həyət sarısı deyirdilər adına. Onu isladırdılar. İndi məndə evdə var, amma tapa bilmədim. Qızlar harasa qoyub. Onu gələn videoda sizə hökmən göstərəcəyəm, həyət sarısını. Çox dadlı, ətirli olur. Əkilir. Yəqin ki, indi hal-hazırda əkənlər də var, bazarlarda da var satışda. Mənim rəhmətlik nənəm həmişə qoğal hazırlayanda həyət sarısından istifadə eləyərdi. Bir kasada 2-3 saat əvvəl isladardı və əvvəlcə yağı vurardı, üzərindən də islatdığı həmin sarı kökdən çəkərdi xəmirin üstünə. Təbii ki, indi hər şey müasirləşib və fırça ilə yağı yaxşıca çəkirik xəmirin üstünə. Yağı çəkdikdən sonra digər xəmiri də üstünə qoyuruq və yenidən yağlayırıq. Beləcə bütün xəmirləri yığırıq. Əgər siz xəmiri nazik yaymısınızsa, onda onu dartıb uzatmağa ehtiyac yoxdur. Daha da xəmir cırılır, qatlar itir arasında. Əgər qalın yaymısınızsa, təbii ki, onu əl üzdə açıb uzatmalısınız. Və yenidən yağlayıb digər xəmirləri də yığırıq. Sonuncu yaymanı da yağlayırıq. Tam hamısı yağ donmalıdır, yəni özünü tutmalıdır. İndi havalar soyuq olduğu üçün elə yağladıqca donur. Əgər bunu yay aylarında, isti aylarda eləyirsinizsə, heç olmasa bir 15-20 dəqiqə saxlamalısınız ki, yağ donsun. Çox da enli olmadan xəmiri kəsirik. Təqribən 5-6 sm enində uzun lentlər kəsirik. Ucundan başlayaraq özümüzə çəkə-çəkə, yəni darta-darta bükürük. İstədiyiniz boyda bükə bilərsiniz. Yəni bu sizin hazırlayacağınız qoğalın boyundan, yəni həcmindən asılıdır. Bunu istədiyiniz qədər fırladıb böyüdə bilərsiniz.
Hamısını bükdükdən sonra qoğalların belindən bururuq. Çox az burmaq lazımdır ki, burğusu itməsin. Belə burub yığırıq. Və 10-15 dəqiqə saxladıqdan sonra burduğumuz qoğalların ən qəşəng buruqlu hissəsini saxlayırıq üz olaraq. Digər tərəfindən çox da əzmədən ortasından kiçik bir oyuq açırıq. Və bu buruğa dəymirik. Və bura hazırladığımız şor qoğal içliyindən 1 çay qaşığı və yaxud sevənlər varsa 2 çay qaşığı qoyub ağzını bükürük. Şor qoğalının içliyinin hazırlanması bizim kanalda bir video rolik var, fotolarla orada var və digər bir videoda var. O da tezliklə yayımlanacaq, izləyə bilərsiniz. Mən 1 çay qaşığı içlik qoyuram və ağzını əvvəlcə belə bağlayıb sonra bükürük. Bir kənara qoyuruq və yenə də digər vurması yaxşı olan üzü saxlayıb digər tərəfi oyuq açırıq. İçlik qoyub ağzını bağlayırıq və bir tərəfə qoyuruq. Təqribən hər dəfə xəmirin üzərində, yəni kündənin, burmanın üzərində belə bir iş apardıqda, yəni hər prosesdən sonra xəmir ən azı 10 dəqiqə dincəlməlidir. Və yenidən həmən qayda ilə davam edirik. Qoğallar biraz dincəldikdən sonra bir boşqabın içərisində yastılayırıq. Və ortasına bir oyuq açırıq. Bütün qoğalları belə yastılayırıq və sobanın listinə düzürük. 10-15 dəqiqə dincə qoyduğumuz qoğalların üzünə yumurta çəkirik və çörək otu səpirik. Zövqə görə qara küncüt də səpə bilərsiniz və 200 dərəcə qızdırılmış sobada üzü qızarana kimi bişiririk. Artıq ilk qoğallarımız bişib hazırdır. O qədər gözəl ətri, gözəl rəngi var ki, xına kimi qızarıb. Çox da kövrəkdirlər. Əgər səsini eşidirsinizsə, çox gözəl də bişib. Və indi digər qoğalları da bişirməyə davam edirik. Qoğallarımız hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Ruziniz bol, bərəkətli olsun. Qarşıdan gələn Novruz bayramınız mübarək olsun. Hamınıza can sağlığı, xoşbəxtlik arzulayıram. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Sağ olun.